Əziz traderlar, hər birinizi bir daha salamlayıram. Uşaqlar, bugünkü dərsimizdə biraz əlbəttə ki, ticarət sahəsindən biraz danışacağıq. Psixologiya, balans idarəsi və uşaqlar, depozitlər artıq edilməlidir. Bu əlbəttə ki, sizin öz şəxsi fikirləriniz və şəxsi qərarlarınızdır. Yəni biz heç kimdən tələb etmirik ki, depozit edin, bunu yadınızda saxlayın. Əgər real ticarət icra etmək istəyirsənsə, sən də bizimlə birlikdə və tələbələrimizlə birlikdə, sən tələbələrimizin içərisində olub, işləmlər, real həyəcan, real əməliyyatlar atıb, real əməliyyatlar açıb, real qazanc əldə etmək istəyirsənsə, əlbəttə ki, depozit mütləq şəkildə etməlisən. Yenə də deyirəm, bu tələb olunmur. Sadəcə istəyərsiniz edərsiniz, istəyərsinizsə etməzsiniz. Bu sizin öz şəxsi qərarlarınızdır. İndi isə keçək uşaqlar, biz ticarət sahəsində etdiyimiz səhvlər olsun, balans idarəsində bir problemimiz olsun. Bunları biraz izah etmək istəyirəm. Bu video materialda bunun üçün hazırlayıram uşaqlar. Və nəzərinizə bir şey çatdırmaq istəyirəm. Ümumiyyətlə, əlbəttə ki, ticarət sahəsində bizim kapitalımız önəmlidir və kapitalımıza görə ümumiyyətlə bu ticarət sahəsində fərqi yoxdur. Valyuta cütlüyündə edirsən, səhmlərdə edirsən, yaxud ki, əmtələrdə ticarət edirsən. Bunun heç bir fərqi yoxdur. Sən kapitalına görə lot seçib əməliyyata açmalısan və mütləq şəkildə stop loss təyinatımız olmalıdır. İndi isə keçək dərsimizə. Xırda bir izah etmək istəyirəm uşaqlar. $100 bir balans hərənin imkanı nəyə çatır? Onu izah etmək istəyirəm ki, yəni siz bunları edirsinizsə, riskiniz nə qədərdir? Qazanma oranınız nə qədərdir? Yaxud da ki, $50 belə bir balansınız var. Və belə bir şey demək istəyirəm. Deyək ki, bir işləm açırsınız. Yəni işləmdə burada səhviniz nədə olur? Onu izah etmək istəyirəm. Deyək ki, hər hansı bir işləm açmısınız, amma stop qoymamısınız. Bu stop yox kimi düşünün. Burada stop yoxdur. Yəni stop qoymamısınız. Siz hər hansı bir situasiyadan, belə bir situasiyadan işləmə girmisiniz. Long əməliyyatı icra eləmisiniz və stop loss təyinatı qoymamısınız və bu belə bir qırılma etdikdən sonra belə bir düşüş icra edir və bu şəkildə gedir və stop qoymadığınıza görə burada avtomatik məbləğ olaraq deyirəm, pips olaraq da qeyd edərik. Deyək ki, bir əməliyyat açmışıq. Siz avtomatik olaraq gəlin deyək $100 və yaxud da ki $50 bir balansla 0.01 lotluk işləm açmışsınız. Stop təyinatı qoymadığınıza görə bura qədər olan bir stop təyinatımız 30 pips olsun. Bura 60 pips olsun. Bura isə 90. Bura isə 90 pips olsun. Yəni bura 90, 60, 30 pips. Biz stop qoymadığımız tədbirdə burada emosiyalar bizi imkan vermir ki, biz əməliyyatımızı bağlayaq. Yəni bu onsuz da aşağı düşür, düşən bir trenddir. Belə bir düşən trendlə də qarşılaşırsınız və siz bunun fərqində ola-ola əməliyyatı bağlamırsınız. Bu düzgün deyil. Ona görə birinci növbədə stop loss hardan qoymalısan, harda təyin etməlisən, onu düzgün şəkildə seçməlisən. Əgərlər stop loss təyinatı etmirsə, mən manual idarə edəcəm. Profitə qoymuram. Yəni mən manual idarə edəcəm. Aşağı düşəndə çox düşsə bağlayacam. Bu düşüncə yanlışdır. Sən insansan və manual idarə etməyə keçəndə avtomatik olaraq sən ziyana getdikcə geri dönüş olacaq bir ümidi ilə biraz da gözləyirsən və daha çox ziyana gedirsən. Biraz da gözləyirsən və daha çox ziyana gedirsən və elə bir həcmə gəlib çatırsan ki, sən balansının tamamını da itirə bilərsən və balansının müəyyən bir hissəsini də itirə bilərsən, hansı ki, o hissə çox hissə ola bilər. Sən bir stop pips təyinatını etmədən əməliyyat icra edirsənsə, bu ticarət sahəsində düzgün deyil. Sən bir növ qumar oynamış olursan. Yəni ümumiyyətlə ticarət sahəsində niyə görə çox adam deyir ki, bura qumardır? Yəni burada sən qumar oynadığın tədbirdə qumardır. Amma sən burada qanunla ticarət edirsənsə, stop loss'un olsun, take profitlərin olandan sonra bu ticarət sahəsi bir elmdir və bir maliyyə bazarıdır. Yəni biz burada ticarət edib qazancımızı əldə edirik və əlbəttə ki, biz burada elmimizi işlədirik, hansı ki, öyrəndiklərimizi icra edirik və onun əsasında biz burada qazanc əldə edə bilirik. Və bir də əgərləri bir əməliyyatınız işləmə açdığınız tədbirdə əməliyyatınız xeyrə gedərkən burada bağlamayın. Manual hərəkət edirsinizsə bağlamayın. TP1 zonasını qoyun, TP2 zonasını qoyun. O hədəfə dəyməmiş əməliyyat bağlanmamalıdır. Çünki sən belə deyək də,
tez buradan əməliyyat açıb qorxaq kimi geri çəkiləndə, sən ziyan edəndə daha çox itirmiş olacaqsan. Amma sən bir əməliyyatın profitlərini götürsən, növbəti 2-3 əməliyyatda ziyan eləsən belə, bir əməliyyatdan profitin sənin o birisi əməliyyatlarına bədəl olur və sən avtomatik olaraq xeyirdə çıxırsan. Ona görə qorxaqlıq etməyin. Bu ticarət sahəsində gözləmək lazımdır. Bir də nəzərinizə çatdırıram ki, burada olan stop loss təyinatını düzgün icra edin. O olmalıdır. Bu stop loss olmalıdır. Bu stop loss mütləq şəkildə olmalıdır. Bir əməliyyat açmısansa, bu əməliyyatın burada stop lossun təyinatı olmalıdır. Gəlin bunları silək və nəzərinizə çatdırın ki, 50 dollarlıq bir balansa 0,1 lotdan artıq lot açılmamalıdır. Bir dənə yox, başqa yox. 100 dollar balansın varsa 0,1 ilə 2 əməliyyat açın. Çünki bu riskli ticarət etdikdə itirdiyimiz pul da çox olur, riskimiz də çox olur. Yəni sən buradan bir stop təyinatı qoysan, 0,1 ilə işləmə girsən, stop qoymadan bu səviyyəyə düşsə 90 pips ziyanda olursa, yəni 9 dollar itirmiş olursan. Yəni bu da 50 dollara görə uşaqlar çoxdur. Balansımızın hardasa başda 20%-nə gəlib çıxır. Bu da düzgün deyil ticarət sahəsində. İndi isə göstərmək istəyirəm uşaqlar ki, burada nə etməliyik biz? Hər hansısa bir situasiyadayıq və yaxud da ki, burada deyə belə bir situasiyamız var bizim. Burada belə bir trendimiz var. Trendimizi əsasən əlbəttə ki, burada bizim dəstəklərimiz, direnclərimiz mövcuddur və əlavə olaraq da burada belə bir trendimiz bir daha mövcuddur. Dəstəyimiz mövcuddur, belə bir dəstəyimiz mövcuddur burada da. Biz işləmi açdığımız tədbirdə stop losslarımız mütləq şəkildə olmalıdır. Yəni mən bunu sizdən onsuz da keçmişəm, xatırlatma da edirəm. Biz bir short əməliyyatı icra eləmək istəyiriksə, biz buradan short əməliyyatı icra eləməli deyilik. Birinci növbədə bir zona yaratmasını gözləməliyik. Buradan da short əməliyyatı icra etməli deyilik. Çünki hələ ki bilmirik bu qədər düşə bilər, yoxsa qalxa bilər. Və növbədə hədəf direnç hədəfidir. Direnç hədəfindən uşaqlar biz əməliyyata girib, direnç hədəfindən əməliyyatımıza girib stop lossumuzu qoymalıyıq. Əgər bir stop loss təyinatımız olsa, avtomatik olaraq bu geri dönüş edərsə, onsuz da bu bura qədər dəstəyə qədər düşəcəyini biz bilirik. Yəni bizim burada bu stopu yüksək qoymaq və yaxud da ki stop loss qoymamaq düzgün deyil. Çünki əgərləri göstərirəm, əgərlər bu zonanı qırarsa, baxın bu səviyyəni qırarsa, buradakı səviyyəni qırarsa, bu breakout edib, yəni belə bir yön alıb çıxıb gedəcək. Yəni sən stop loss qoymasan daha çox ziyana gedəcəksən. Bir şey ki, sən bura stopu təyinatı qoyursan bura, avtomatik bu yuxarı gedərsə, sənə xırda bir ziyanla, deyək ki, 21 pips ziyanla bağlayır. Bir də var ki, 90 pips bir ziyanla sənin əməliyyatını bağlayır. Burada əlbəttə ki, bizə burada lazımdır ki, stop loss təyinatımızı düzgün qoyaq. Bir də profitimizi isə mütləq şəkildə götürməliyik. Yəni buradakı işləmimiz avtomatik olaraq geri dönərsə, düşdüsə bu səviyyə, əməliyyatı tez bağlamayın. Yəni qalxdı, tələsməyin. Stop olmamışsınız ki, gözləyin. Hədəf qazancıdır və müəyyən bir zonaya gəldi və həmin zonada biz burada profitimizi götürdük, yox. Bu xeyrimiz oldu bizim. Ona görə işləmləri açarkən uşaqlar diqqət etmək olacağımız şeylər bizim stop loss və take profitlər düzgün şəkildə olmalıdır. Qrafiki izləyin, grafikə böyük baxın, həqiqətən də geniş qrafik analizlər edin, xırda etməyin. Deyək ki, hər hansı bir trend zonası var burada, belə bir göstərirəm. Bu gözəl bir trend zonasıdır. Həmin bu trend zonasından biz bilirik ki, burada breakout baş verə bilər. Yəni bir daha izah edirəm. Burada qırılmadan əməliyyata girməyin buna. Geri korreksiyadan götürdük. Stop loss təyinatımızı hər dəfə dediyim kimi xırda bir qoyuruq. Profiti isə yüksəklərə qoya bilirik. Yəni birinci TB səviyyəsi olaraq bura, ikinci səviyyə isə buradakı zonaların birinə buralığa qoya bilərik. Buralığa okey, buralığa olsun. Buradan götürürəm. Görürsünüzmü? Buradan korreksiya girib. Baxın, çəkin. Baxın, bura korreksiya girib və buradan da biz xeyrimizi götürüb əməliyyatımızı bağlayırıq. İndi isə burada bir şey göstərmək istəyirəm, bir daha nəzərinizə çatdırmaq istəyirəm. Bu qırılma etdikdən sonra TP1 zonamızı buradan xeyrimizi götürdük.
2 əməliyyat icra eləmişiksə, xeyrimizin birini götür, birini bağlayırıq, birini saxlayırıq, yenə əməliyyatı bağlamırıq. Buradakı stop loss təyinatını ən azından buradakı bir xeyrə çəkirik. Çünki buranın qırılmasını edərsək, hədəf olaraq yön alıb gedə bilər. Ona görə əməliyyat gedərkən belə bu geri dönə bilərmi, yoxsa yox, biz onu analiz edə bilirik. Yaxınlaşırıq qrafikə. İndi bunu çəkirəm qırağa. Yaxınlaşırıq qrafikə. Burada biz nə görürük? Burada boşluq bir zona görürük. Deyək ki, biz burada belə bir, həm buradan belə bir zona götürürəm. Burada belə bir boşluq FVG zonamız var. Və bura reaksiyaya girib, uşaqlar, düşüş edə bilər. Düzdürmü? Reaksiyaya girib düşüş edə bilər. Əlavə olaraq reaksiya girib, düşüş edib, bir daha reaksiya, hansı ki bu səviyyəni keçə bilməyib, bir daha düşüş edib. Buna səbəb nədir? Bunu da göstərirəm sizə. Birinci növbədə bir daha yenə izah edirəm. Burada əlbəttə ki, biz görə biləcəklərimiz 1, 2, 3, 4 və 5 səviyyəsidir. Elliot dalğa nəzəriyyəsinə əsasən. Bu da 5-ci səviyyə dalğasıdır. Və əlbəttə ki, burada A, B-ni burada verib, C isə bu qaydada gedib. Yəni, belə getməyib. Əslində, belə də gedə bilər. Burası böyük formasyonda gedib. A dalğası, B dalğası, C dalğası bu qədər gedib. Yəni, buranı keçə bilməyib. Onu da çəkmirəm onu. Biz bunu gördüyümüz təqdirdə biz əməliyyatımızı uzun saxlamalıyıq. Biz əməliyyatımızı uzun saxlamalıyıq ki, burada xeyrimizi götürüb kənarlaşa bilək. Ona görə belə şeylərə diqqət etmək lazımdır. Və nəzərinizə bir şey çatdırmaq istəyirəm ki, düzgün edilən analizlər, düzgün qoyulan stop losslar hər zaman işə yarayır. Əməliyyata buradan heç vaxt giriş etməyin. Göstərirəm. Buradan əməliyyata giriş etmə. Bura düzgün bir zona deyil, giriş zonası deyil. Bir zona yaratsan, buradan giriş edə bilərsən, buradan giriş edə bilərsən. Yəni, buradan belə bir düşüşdən sonra long əməliyyat icra eləmə, buradan long əməliyyat icra eləmə, buradan long əməliyyatı icra eləmə. Bir şey ki, düşən bir trend əsasındadır. Sən buna long əməliyyatları qəti surətdə açmamalısan və bunu da nəzərdən qaçırtmamalısan. Həqiqətən də qrafikə düzgün şəkildə baxanda biz işləmlərimizi açıb xeyirlərimizi çox gözəl şəkildə götürə bilirik. Ona görə bunu da unutmursunuz uşaqlar. Mənim sizə öyrətdiklərimi düzgün şəkildə icra etsəniz, uşaqlar, hər zaman xeyirlə çıxa bilərsiniz. Əlbəttə ki, bizim stop losslarımız da olacaq, amma take profitlərimiz daha çox olacaq. Və nəzərinizə bir şey çatdırım. Bizim kapitalımız bizim qazancımıza görə, yəni kapitalımızın böyüklüyü bizim qazancımızın yüksəkliyi deməkdir. 1000 dollarlıq bir balans ticarəti hədəf olaraq bu sənin mayandır, belə deyək, bu sənin əlində olan bir pul miqdarıdır və bunun üzərinə qazanan qazanc sənin xeyrindir. 1000 dollarlıq bir hesabla 0.05 ilə açılan işləm çox gözəldir. Gün içərisində sən 4 işləmi açıb, ikisini uğurlu qazansan, ikisini uğursuz etsən, yəni ikisini uğurlu qazandın, ikisini uğursuz etdin. Hər əməliyyatda sənin stop lossun 30 pipsdirsə, sənin hər qazandığın əməliyyatda 100 pips xeyirdirsə, yaxud ki 70 pips xeyirdirsə, avtomatik olaraq sən 170 pips xeyir götürürsən, 60 pips isə ziyanlı olur. Total yerdə sənin 110 pips xeyrin olur və sən 0.5'lik bir işlem açdığına görə sən buradan 50 dollar, 55 dollar xeyir qazanmış olursan. Bu da 1000 dollara görə çox gözəldir. Yəni bizim puldan uşaqlar hardasa edir, deyək 70-dən etsək 50 dollar 85 azin edir və 5 dollar da. Başlardasa 92-93 azin pul edir. Bu da mükəmməl bir qazancdır. Ona görə yəni balansımız 1000 dollar olanda 0.10 ilə işləm açmağımız düzgün deyil. Amma burada şərt nədir? Şərt açdığımız əməliyyatın profit olmasıdır. Profit götürməkdir burada. Yəni 1-in 2-yə, 1-in 3-ə, 1-in 4-ə və yaxud ki 1-in 5-ə. Hədəfin nədirsə o hədəfi tamamlamalısan. Və burada bir şey hər zaman önəmli olmalıdır. Balans idarəçiliyi və risk idarəçiliyi. Bir əməliyyatda bir giriş zonasında yanlışlığı görürsənsə, xırda xeyrə keçsən belə əməliyyatı bağla. Misal üçün, deyək ki, sən görməmisən belə bir breakoutun baş verəcəyini, sən sadəcə buradan dəstək dirənci oynayırsan, buradan düşüşü görməmisən.
Düzdürmü? Sən avtomatik olaraq yüksəliş gözləyirsən. Belə bir yüksəliş gözləyirsən. Sən həmin yüksəlişdən belə bir trendi 1 götürmüsən, 2-ni götürmüsən. Məsələn üçün 2-ni götürmüsən. Burada nə var bizdə? Burada birinci səviyyə zonu, ikinci və üçüncü səviyyə zonu var. Sən 2-ni götürməmisən və avtomatik olaraq 3-dən bir işlem açırsan. Bu əlbəttə ki, long əməliyyatı olur. Sən long əməliyyatı açırsan və stop loss təyinatı qoyursan bura və profitivi isə qoyursan, deyək ki, birinci təbə olaraq bura qoyursan. Sən avtomatik burada nə etməsən, risk idarəçiliyi və avtomatik qazandıqdan sonra breakout baş verərsə, sən sırası breakout girməlisən. Yəni əgər bu gün uğur varsa, bu gün yüksək qazancdasansa, bu gün mütləq o qazancdan istifadə et və qazan. Çünki belə bir şey var. Uğurlu olduğumuz günlər çox olacaq. Misal üçün, günlük sən gün içərisində sənin standart qazancın 100 pipsdir. Stop loss təyinatın zalını çıxıram, stopu çıxıram, yəni o şey sən günə 100 pipsi bir qazanc əldə edirsən. Amma elə bir gün ola bilər. Sən o həmin günü 400, 300 pips qazanc əldə edə bilərsən, amma qorxub əməliyyata girmirsən. Gir, açdığın birinci əməliyyat xeyirli olursa, sən avtomatik olaraq növbəti əməliyyatı breakout baş verirsə, qaçırtma. Yəni onsuz sən qrafik izləyirsən, qaçırtma. Breakout baş verdisə, breakout niyə qaçırdasan ki? Avtomatik olaraq sən nə etməlisən? Sən avtomatik olaraq buradan short əməliyyatı icra etməlisən. Eyni qaydada stopu xırda qoyursan, onsuz da 100 pips xeyir qazanmısan, ziyan etsən belə 30 pips ziyan edirsən, amma qazansan 200-300 pips qazanacaqsan və buna risk et, gir. Onsuz da ticarət sahəsi risklərlə doludur. Bizə nə lazımdır? Bizə lazımdır ki, bu riski düzgün dəyərləndirməkdir və bunu dəyərləndirib ticarət etməkdir. Və nəzərinizə bir şey çatdırmaq istəyirəm əlavə olaraq da. Hər bir ticarətçinin özünə bir məxsus bir strategiyası var və onu heç kimlə bölüşmür. Bu ticarət sahəsində elə bir şeylər tapacaqsınız ki, hər biriniz. Necə ki, mən tapıram, qazanıram, sən də tapıb qazanacaqsan və həmin o sirli situasiya, həmin o sirli strategiya sənə məxsusdur və sənə məxsus olanı sən bil və sən qazan. Kiməsə də tövsiyə edə bilərsən. Bu əlbəttə ki, sənə baxır, sənin ürək açıqlığına baxır. Yəni mən şəxsən istifadə etdiyim strategiyaları sizinlə bölüşürəm, qazancla bölüşürəm. Elə bir strategiyalar var, elə bir analizlər var. Hələ sizin üçün tezdir onu etmək. Həmin levela çatmaq üçün siz müəyyən bir zaman keçirməlisiniz və müəyyən bir stres yaşamalısınız ki, həmin levela çata biləsiniz. Həmin levelda dediyim nədir? Yəni sən professional şəkildə texniki analiz edə biləsən, stop loss təyinatı düzgün qoya biləsən. Elə bir hədəf zonaları var ki, biz oradan girib çox yüksək bir pips götürə bilərik gün içərisində. Yəni sən xırda qrafiklər izləyib 50 pips, 70 pips götürürsənmi? Okeydir. Amma sən onu 400, 500, 1000 pipsə qədər götürə bilərsən. Necə götürə bilərsən? Bilmirsən. Bunu bilmək üçün də təcrübə toplamalısan və təcrübə topladıqdan sonra sən buna hazır olmalısan və sənə müəllim başa salanda sən bunu başa düşə biləsən. Yəni həm müəllimi yormayasan, həm özünü yormayasan. Yəni mən indidən durub sizə nəyisə izah eləsəm, bu əlbəttə ki, sənə çətin olacaq və sən bunu başa düşə bilməyəcəksən. Başa düşə bilməməyin səbəbi isə sənin bu ticarətdə az məlumatlı olmağındır. Yəni sən bu ticarət sahəsində az məlumatlı olduğuna görə sən bunu onsuz da qavraya bilməyəcəksən və məni də yoracaqsan, özünü də yoracaqsan. Ortada boşuna zamanımız gedəcək. Həmin boş zamanı isə mən sizə öyrədirəm, həmin levelu hazırlayıram ki, bunu öyrənəsiniz və hər biriniz də bunu biləcəksiniz, qazanacaqsınız, balanslarınızı düzgün şəkildə idarə edəcəksiniz və əlbəttə ki, hər zaman da uğurun içində olacaqsınız. Və balans idarəçiliyimizi unutmuruq, risk idarəçiliyimizi unutmuruq. Stop loss, take profitlər olmalıdır. Sən bu ticarət sahəsində bəlkə də həftələrlə, aylarla, bəlkə də illərlə itirə bilərsən. Amma inan ki, elə bir zaman gələcək ki, elə bir təcrübədə olacaqsan ki, sən qazanacaqsan və onun hissi sənə də bəhs edəcək ki, sən itirdiyin zamanlar olub, onların əvəzini ödəyəcəksən. Sən aylarla, 3 ay, 4 ay, 5 ay itirmisənsə, inan ki, onu sən bir günə, bir aya qazana biləcək bir potensiala gələcəksən və bunu unutmayın. Və düzgün şəkildə tapşırıqları yerinə yetirin uşaqlar. Mən deyirəm, baxıram, hələ ki o qədər də bir güclü sizdən irəliləş görmürəm o barədə. Yəni analiz edirsiniz, okeydir, amma
analizi edib qrafik olaraq məlumat vermirsiniz. Müəllim, mən bunu etmişəm, bunu edirəm. Elə tələbələr var ki, həqiqətən də heç dərsdə danışmır, heç şəkil atmır, heç soruşmur, maraqlanmır, amma dərsə qoşulur. Belə etməyin uşaqlar. Yəni siz nədənsə geri qalırsınız. Əminəm ki, nədənsə geri qalırsınız. Və geri qalmamaq üçün də məlumat verməlisiniz. Mən təlimçinizəmsə, mənə məlumat verin ki, müəllim, mən bu şeydə çətinlik çəkirəm. Necə kömək edə bilərsiniz? Mən bəlkə də 5 saniyəlik, 10 saniyəlik bir sözlə, kəlmə ilə baş salacağam sizi, sən onu başa düşəcəksən, amma soruşmursan. Gedirsən hardansa axtarırsan, eləyirsən. Özünüzdə pis bilməyin, soruşun uşaqlar. Öyrənmək ayıb deyil. Burdasınızsa, yəni siz burada qazanmaqsınız. Ona görə öyrənin, sorğu-sual eləyin, danışın, bir-birimizə məlumatlaşaq, ətraflı bunu izah edək. Qaldı. Əlavə olaraq uşaqlar dərsliklərimizi həftə içərisi azaldacağam. Çünki oktyabr ayının 1-dən yeni bir qrup var. Onları da dərsləyəcəm. Hansı ki 10-15 nəfər yığılıb orada da. Gözləyirəm ayın 5-nə qədər, 10-na qədər tamamlansın. Oktyabr ayının içərisində dərslərə başlayacağam. Sizi də əlavə edəcəm orada və geri qalanlar olur. Hansı ki uşaqlar geri qalanlar var. Onlar da keçib orada öyrənəcəklər. Okay. Heç nə uşaqlar oldu. Özünə müğayət olun. Əsas odur, sağlam olun, sağlam qalın. Allah amandır.